Salam dəyərli izləyicilərim, hamınızı salamlayıram. Diqqətinizə çatdırım ki, Azərbaycanda satılan doktorski kalbasaları getdim aldım və bu günləri bunları yoxlayacaq. Qeyd etmək istəyərdim ki, məndə laboratoriya usulları deyil, bu mənim şəxsi subyektiv fikirlərimdir və ənənəvi araşdırmalarımdır. Bunları sizinlə paylaşmaq istəyirəm. Və videonun əvvəlində nə qeyd etmək istəyərdim? Xahiş eləyirəm, diqqətlə qulaq asasınız. Zəhmət olmasa, videoya baxıram ki, 72% insan abunə olmadan baxır videolarıma, tək bir videoya yox. Xahiş edirəm, abunə olun. Abunə olmaq, yəni sizin üçün elə bir böyük problem deyil, mənim üçün çox gözəl bir dəstəkdir. Yeni videolar çıxmaq üçün, yeni videolar əldə eləmək üçün, yeni məhsulları alıb öz fikirlərimi bildirmək üçün donata ehtiyacım var, kanalımızın dəstəyə ehtiyacı var. Və heç kim 1 manatla, 2 manatla bunlardan nə varlanmır, nə kasıflanmır. Amma mənim yeni videolar çıxmağım üçün bu çox böyük bir dəstəkdir. Ona görə videonun altında kart nömrəsi qoyacağım. O kart nömrəsi vasitəsilə mənə dəstək ola bilərsiniz və kimin ürəyindən nə keçir, yəni bu belə deyim də, könüllü bir şəkildədir. Ürəyinizdən gəlirsə də dəstək olmaz ki, dəstək olmaq. Yəni ki, mən istəyirəm şampunları yoxlayam, istəyirəm. Bunların hamısı maddiyyat tələb eləyir. Təəssüflər olsun ki, qiymətlər biraz böyük olmağına görə hər səfər çatdırıb hamısını alıb yoxlamağa biraz da maddi cəhətdən çətinlik olur. Şampunlardır, şokolad yağlarıdır, kərə yağlarıdır, sonra nə deyəcəkdim sizə? Yəni adicə sayska və çox məhsullardır, balıq məhsullarıdır. Bunların hamısını adətən yoxlamaq üçün maddi dəstəyinizə ehtiyacım var. Ona görə sizdən çox xahiş edirəm. Abunə olub like verməyinizi unutmayın. Bir də ki, kimin, bir daha təkrar edirəm, bu könüllü bir şəkildədir. Kart nömrəsi olacaqdır. Kimin ürəyindən keçirsə də könüllü şəkildə dəstək ola bilər kanalıma. Kanalıma nə qədər çox dəstək olacaq, o qədər tez videolarımız çıxacaq. Fərqli məhsullardan mən həmişə kommentarları oxuyuram və sizi cavablayıram. İndi isə biz testlərimizə başlayaq. Dəyərli izləyicilərim, indi isə mən sizə tərkiblərdən danışmaq istəyirəm. Tərkibində əsl doktorski kalbasanın tərkibində nə olmalıdır və nə olmamalıdır və nə var, nədən uzaq gəzmək lazımdır. Əslində bu kalbasaları, bu doktorski kalbasaları uşaqlar buterbrod sevdiyi üçün, özümüz də xoşladığımız üçün və içində dadlaşdırıcı var deyə, nitrit natriyə ən çox asıllıq yaradan bir Y əlavələrdən biridir. Bunun tərkibi Y250-dir və Y255-dir. Bunlar arabəsində Y260 da əslində asıllıq yaradır. Bu barədə danışmaq istəyirdim sizə. Və tərkibindən deyək. Baxın, doktorski kalbasadır. Bəzilərinin əslində doktorski kalbasanın içində bu hansıdır? Bu sabunçudur. Əsl doktorski kalbasanın içində toyuq əti qəti şəkildə olmamalıdır. Yəni, necə deyim sizə, ənənəvi reseptində doktorskidə toyuq əti olmur. Amma fikir verin, tərkibi mal əti, toyuq hissələri, heç bunun içində toyuq əti də deyil. Bu istehsalçının bir bicliyidir. Təkrar edirəm, bu mənim videolarda hamısı subyektiv, şəxsi fikirlərimdir. Yəni, nə reklam, nə antireklam eləmirəm. Mən bir Azərbaycan vətəndaşı kimi, bir Azərbaycan patribitili kimi, yəni alıcısı kimi öz fikirlərimi çəkib və tərkibini araşdırıb sizinlə paylaşıram. Toyuq hissələri nə deməkdir? Burada gördüyümüz kimi. Toyuq hissələri, yəni toyuğun başıdır, arxa tərəfidir, döş ətidir, arxa ətidir, nə bilim, artıqlardır, dərilərdir. Bunların hamısından istifadə olunur və mexanik emal deyirlər. Yəni, mexanik şəkildə sümüklü, mümüklü hamısı emal olunur. Belə deyək də, fınçırıq, şırfılıq vəziyyətində sonra bu keçir, o birisi ətlə qarışdırılır. Və onu da deyim ki, çox vaxtı Azərbaycanda getdim tərkiblərini oxuyanda da marketlərdə tərkibində yazmırlar ki, A klass, V klass, B klass. Bunlar nə deməkdir? A klassda 80%-dan aşağı ət olmamalıdır. V klassda gedir 50%. Yəni A, B, V, əstağfurullah, B klassda 50%, V klassda isə 30% içində ət olur. Yəni artıq ola bilmir. Bunun üçün doktorski kalbasanın içində toyuq əti qəti şəkildə olmamalıdır. Amma təəssüflər olsun ki, toyuq əti, hamısında, çoxsunda toyuq əti var. Hamısında oxudum, hətta nəyə rast gəldim? Baxın, bu hansıdır? Bu roşkadır.
yenə də təkrar edirəm, subyektiv şəxsi fikrimi paylaşıram. Bir Azərbaycan vətəndaşı kimi mövqeyimi bildirirəm. Bəzi blogerlər, nə bilim, hansısa miqdar pula görə gedib bunları reklam eləyib, nə bilim, düşürlər ortalığa. Yaxşı eləyirsiniz, amma tərkibindən danışmırlar. Roşkanın tərkibində, Roşkanın kapçonlusunda oxudum marketdə, tərkibində yazılıbdır ki, bitki yağları, kalbasanın içində bitki yağı olmamalıdır. Yəni bunu bilmirlərsə da və yaxud texnoloqların başı çıxmırsa da və təəssüflər olsun ki, Azərbaycanda 90% alıcılar alanda tərkibini oxumurlar. Elə baxırlar, biri alıbdır, ağzına yaxşı dad veribdirsən, o birisindən məsləhət görür. Belə şeylərə görə olursa da bu əslində düzgün deyil. Doktorski kalbasanın içində ənənəvi resept, hamı deyir, biz o vaxtı yeyirdik. Hansının tərkibi xoşuma gəldi. Bunu da deyirəm. Nə də reklam, nə anti-reklam deyil. Bu sevimli daddır. Sevimli dadın bir yerdə tərkibini oxuyağın. Tərkibində nə yazıb? Bişmiş, doktorskaya bişmiş kalbasa, əla növ, vışı sort. Gedir, tərkibi mal əti, camış əti. Camış əti əslində indi onu mal əti ilə əvəz edilir və camış əti ucuzluğuna görə şey edilir, amma camış inək eyni şeydir. Donuz əti, sonra donuz piyi, yumurta, nişasta. Tərkibi belə olur. Dəlşi gəlir stabilizatorları, nitrit duzu, sonra ədviyyatlar, təbii qıda boyası, Y120, oksidləşmiş əhlinə turşuluğu təmzimləyən Y450. Yəni də bu Y əlavələrinə mən qarşıyam. Nəyə görə qarşıyam? Onu da sizə qeyd edim. Necə deyim? Açıq. Kim ki sevir qızartmış kalbasa, qızarmış kalbasanı hamı sevir. Amma siz düşünmürsünüz ki, içində siz həmən temperatura gətirəndə, qızardanda kalbasanı ən azından Y250 nitrit natriyə gəlir nəyə baş verir? İçində yüksək dərəcədə kanserogenlər əmələ gəlir. Yəni, Azərbaycan lol dilində desək, xərçəng xəstəliyinə gətirən kanserogenlərdir. Bunlar ona görə qızartmamış kalbasanı tərkibini oxuyun, ümumiyyətlə qızartmayın, yeməyin. Qızartma kalbasanı sevənlər tərkibini oxuyub elə əlavələr olmayanları seçmək lazımdır. Sonra, içində çoxlu kraxmal olmamalıdır. Və yaxud kraxmal yazılsa da, kraxmalı əvəz edici dəniz bitkiləri var, onlardan eləmək olar. Və kraxmalı istehsalçılar nəyə görə çox vaxtı bu kalbasalara əlavə edirlər? Şişməsi, ilk öncə şişsin, çəki versin. Ona görə ki, biz bilirik ki, kraxmal şişir və nəmişliyi özünə çəkərək ağırlıq saxlayır və onun içində də hələ də suda qatılır. Yəni bu təbii bir şeydir. Heç kim deyə bilməz ki, biz onu qatmadıq, yəni nəsə eləmədik. Sonra rəhləş boya deyirlər, rəngi saxlamaq üçün. Həmən o nitrit natriya, bu görürsünüz, rozovu olmaq məsələsi, pəmbə rəngidir deyən, yəni açıq cəlbedici rəngli deyən, bunların içində həmən o nitrit natriya deyilən bir əlavəsi var. Və sonra bu Hacı Turqayın İftar Doktorskaya, bu da görürsünüz, İftar da yazılsa Doktorskayadır. Bu da xoşuma gəlmədi rəngi. Bu mənim şəxsi fikrimdir, subyektiv fikrimdir. Reklam, anti-reklam deyil. Deyəcəksiniz, niyə bu sözləri təkrar edirsiniz? İlk növbədə onu demək istəyirəm ki, istehsalçı da başa düşsün ki, ən azından kanalıma dəstəklər daha çox olsa, onda laborator analizlərdə keçirdəcəm. Laboratoriyada göndərəcəm bunların hamısını. İndi isə sadəcə bir alıcı kimi öz evimdə öz fikrimi bildirirəm. İndi isə testlərimizə keçək. Testlərimizə başlayırıq və burada danışa-danışa sizə də onu demək istəyərdim ki, burada yuxarıda indi link olacaqdı. Kalbasanı bir daha da mən çəkmişdim. Orada başqa növ kalbasalar var. Keçib o videoda baxa bilərsiniz. Burada yuxarıda olacaqdı. İndi isə nə göstərirəm? Zəhmət olmasa kameramanımız yaxına gəlsin. Fikir verin. Görürsünüz, kalbasanın içində xırda-xırda pupuruşkalar var. Belə boşluqlar, pupuruşkalar, boşluqlar. Belə xırda boşluqlar olmağı əslində düzgün deyil, olmaması yaxşıdır. Demək, suyu daha çoxdur. Görürsünüz, bunda da var həmən o şeylər. Sonra bunlarda da arada boşluqlar var. Çox su, hamısında. Fikir verirsiniz, boşluqlar. Bu qırmızı nədir? Başa düşə bilmirəm. Fikir verirsiniz. Bax, içindədir. Əlim də deyir. Bu nədirsə, belə bir qırmızı bir şey. Fikir verdiniz. Bilmirəm nədir, nə ola bilər. Yenə də belə boşluqlar olmamalıdır. Bircə dəqiqə kameramanımız çəksin. Bu hansıydı? Bu İsmak
doktorskini kəsmək yadımdan çıxıb. Bir dəqiqə onu da kəsim. Hə, o kəsilməyən kalbasanı da kəsdim. İndi isə buna da fikir verirsiniz, boşluqlar çoxdur. Baxın, mən indi sizə başqa bir şey göstərəcəm. Kalbasanın içində ət tərkibi normal olmasını da belə yoxlayırıq. Görürsünüz, burada qırılmağa başladı. Baxın. Elə güclü qırılmasa da, amma belə çatdıyıb qırılmamalıdır. Biraz upruqu olmalıdır, elastik olmalıdır. Bu nə idi? Bu sevimli dadı idi. Fikir verirsiniz. Sonra doktorskaya ovqatın, bu da eyni kimi, gənə, amma bu tərəf yox, gənə də həmən kimi qırılmağı davam edir. Belə bunu elə deyək ki, biraz belə olsun. Sonra bu nə idi? Kral Qəlyanaltı doktorskaya. Burada elə, amma yox, elastikliyi var. Bu ona baxan, amma yenə də qırılır. Əslində belə elastik olunca qırılmamalıdır. Yəni bunu diqqətinizə çatdırım. Halal zəhmətdir bunun adı. Nəysə mağazində səhv yazıblar. Halal zəhmət əvəzinə halal zevar yazıblar. Baxın, elastikliyini yoxlamaq istəyirik. Elastikliyi yoxdur. Premoy qırıldı. Yəni tərkibində çoxlu kraxmal olmağından danışır. Nişastası daha çox miqdardadır. Ona görə belə qırılır. Orada nişasta biraz azdır, burada biraz çoxdur. Biraz yox, dəhşət çoxdur yəni. Sonra və diqqət yetirin, bu Hacı Turqayın bu tərəf rənginə baxın. Kəsili vəziyyətdə nətər olur. Və bu tərəfinə baxın. Yəni həmişə məndən tövsiyə, marketdən kalbasa alırsınızsa da, sizə bunu belə satdılarsa da gətirin bu tərəfini kəsin, həmişə tulluyun. İndi isə bu da qırıldı. Heç elastikliyini yoxlaya bilmədik. Demək, bunun da nişastası çoxdur içində. Roşkaya gəlirik. Roşkanı keçən videomda baxsanız, Roşkanın sasikalarına da video çəkmişdim. Onu da yuxarıda burada patskaskası çıxacaqdı, keçib baxa bilərsiniz. İçindən toyuq dırnağı çıxmışdı. Baxın, bunu yoxlayaq. Elastikdir. Fikir verirsiniz. Elastik çıxdı. Fikir verək bir də. Bax, görürsünüz, elastikdir. Bu testimizi Roşka keçir. Demək, içində ət məhsulları daha dediyi kimi 80%-ə yaxındır. Sonra bu nədir? Sabun doktorskisi. İçində toyuq əti olan, bu da nişastası çox olduğuna görə qırılır. Baxaq. Qırılır, çatlayır, qırılır. Belə çatlayıb qırılmamalıdır əslində doktorski kalbasa. Best beef. Best beef'ə baxağın. Görə best beef özünü nə tərəf aparır. Gördünüz? Best beef də çatlayır, qırılmağa başlayır. Sonra bu nədir? Bunun adı Hicaz. Hicazın doktorskisidir. Yoxlayaq. Elastikliyi normaldır. Fikir verirsiniz. Yəni özüm qəsdən qalın tərəflərindən yoxlayıram. Belədir, düzdür, normaldır. Siz zəhmət olmasa əlimdə olan indi deyəcəksiniz, kimsə deyəcək dırnağını tutmayıb belə elə. Əslində biraz bir işlər görürdüm, ona görə dırnaqlarım biraz kirli çıxırdı. Nəysə. Bu nəyinki idi? Bir dəqiqə bunun kağızını hara qoyduq? Bu isə İsmak doktor. Fikir verirsiniz. İsmak doktorski. Bunu qoyaq burada olsun belə. Burada bunun üzərində. Bir dənə diqqətinizə yetirim. Qırıldı. Bu da qırıldı. Demək, elastikləri yoxlamağımızda bizim testimizi keçən kalbasa, hansı ki tərkibi, bir daha təkrar edirəm, mən subyektiv öz fikrimi bildirirəm. A klass təşkil etməklə oldu Roşka firması. Sonra oldu, səhv etmə, yox bu qırıldı, bu olmadı. Bir dəqiqə, hansıydı daha doğrusu? Tak, hə, kameramanımız mı patskaska eləyir, bu hansıydı? Hicazın doktorskisiydi, hansı ki elastikliyi keçdi. Yəni, qalanları da özünüzün gözünüzün qabağında oldu. Bu necə oldu? Bu qırıldı, hə. Ona görə dəyərli izləyicilərim, indi mən bunların yodla yoxlayacağım. Hasında nə qədər nişasta çox olmağı gözünüzün qabağında hamısı görünəcəkdir. İndi isə sevimli daddan başlayaq. Baxın, bir damcı, 2 damcı, sonra keçəyin
Bu nədir? Krala. Belə. Sonra buna. Rəhlərdən də biz qaydacağıq, bir-bir yoxlayacağıq. Hacı Turqayınkına. Sonra Roşkaya. Sonra Sabun Doktorskisinə. Məncə bir iki damca olsun, hamıya eyni. Best Beef'in. Sonra bu hansıydı Doktorski? Buna. Bir dəqiqə Ovqatın Doktorskisinə. Baxın belə. Belə. Sonra keçəyin bu İmsakın Doktorskisinə. İndi biz biraz gözləyəcəyik və baxacağıq görək. İnanıram ki, nişastasız da nəsə olar. Tək ki, nişastası az olsun, çox olmasın. Bir dəqiqə. Dəyərli izləyicilərim, baxın hansı kalbasalar yod testimizi keçdi. Hansının içində nişasta daha çoxdur, daha azdır. Mən yox, gözəl medisinski yodumuz göstərir. Diqqətinizə yetirim. Gəlin sevimli dada baxın. Tərkibində nişasta yazılıb, tərkibində çox hamısının nişasta yazılıb, amma miqdarından asılıdır. Qaralmağını görürsünüz, necə qapqara oldu. Demək ki, bunun tərkibində nişastası çoxdur. Sonra kral onun kimi qaraldı. Fikir verirsiniz, hamısının canındakı qapqara, zil qara olubdu. Sonra halal zəhmət onu kimi görürsünüz. Əlimdə də oxalanır, qırılır. Qapqara. Sonra Hacı Turqay da onu kimi qaraldı. Baxın belə qara oldu. Roşka. Kameramanımız işıqda yaxın gətirsin. Görürsünüz qaraltı yoxdur. Yodun rəngindədir, korişnevidir. Demək tərkibində belə nişastası yazılsa da, yəni normal miqdardadır. Gözəl, xoşuma gəldi. Sonra saba baxırıq. Sab da qaraldı. Qapqara. Keçirik Best Beef. Best Beef də onun kimi qara, elə bil mazutdur. Bu nişastanın hamısı gedir bizim bağırsaqlarımızda qalır uşaqların. Yəni biz böyük adam həzm eləyə bilsək də uşaqlarda əziyyət çəkilir. Sonra imsak. Görürsünüz qaraldı. Hicaz məni sevindirdi. Gözəl. Görürsünüz yod rəngində qalıb. Elastikliyi də keçdi. Hicaz. Gözəl. Yəni bu iki kalbasa həqiqətdən də mənim düşüncələrimi çox gözəl elədi. Ovqatdakı həm qaraldı, həm fiyaletiv oldu. Cüərdi. Rəng aldı, rəh verdi. Yəni bu testimizdə, yod testində Azərbaycan istehsalı olan kalbasalarının içində Doktorskidə keçən, yəni testimizi keçən kalbasalar yod testini keçdi. Hicaz kalbasası, Hicazın Doktorski, bəli, Doktorski. Bir də Roşkanın Zakaz Doktorskisi. Burada iki qalanı heç biri keçmədi. Nə sevimli dad, nə o birisi, nə bu birisi. Demək, mənim özüm üçün də bu gözəl bir açıqlamaydı. Mənim özümə də bir belə, necə deyim sizə, gözəl bir hisslər yaratdı. Nədən? Onun ki, seçim olanda gözəl olur. Hamısı pis çıxmağı mənim üçün də mənə pis təsir edir. Amma demək, bu testimizi iki kalbasamız keçdi. İndi isə keçək başqa testimizə. Kalbasaları hamısını gənə bir-bir dilimlər kəsdim. Bu testimiz nədən ibarət olacaqdır? Bu səfər yağsız şəkildə bunları jaronnikdə qəşəng qızardacağıq. Özlərini necə aparır, hansı nə qədər su verir, hansı yanır, hansı əzilir, nə bilim, paştet olur. Bunların hamısını baxacağıq və ən yaxşısı qızarmalıdır. Yaxşı Doktorski kalbasa yanmamalıdır. Yəni belə yanıq olmamalıdır, çoxlu su verməməlidir. Başa düşürsünüz, yəni ət kimi, əti nətər qızardanda götürsünüz, yağsız steyki qoyursunuz, qızardı.
Nəyə görə? Ona görə ki, bunun da tərkibi istehsalçı üstünə yazdığına görə ət məhsulu üstünlük verir. İndi isə keçək. Dəyərli izləyicilərim, səs gəlirsə da ventilatorun səsi, üzrlü sayın, onsuz da kuxnanı iylətmişəm, lap iylənməsin deyə onu taxdım. İndi isə bu halal zəhmət, bu kral, bu isə sevimli dad. Görəyin indi qızaranda hansı yanır, hansı qızarır və necə nəticə verir. Baxaq görək. Baxın, interesin səslər çıxardır. Qışqırır. Sizə yəqin mənim mikrofonumdan eşidilmir. Gözləyək. İstədim sizin vaxtınızı ekonom eləyəm. O da yenə dedim ki, suallar yaranmasın deyəm. Biraz bunları belə qızardaq ki, görək nətər olur. Qazımız yanırmı? Polnu. Sevimli dad özünü belə apardım. Bir dənə çevirim görüm. Nə göstərir? Dəqiqə. Bu sevimli dad. Bu neydi adı? Kral. Bu isə baxın görün nə interesli, maraqlı məqamlar alınır. Halal zəhmət. Halal zəhmət. Bir də bu, yox, bu halal zəhmət idi. Bu halal. Halal zəhmət, kral. Baxaq görək. Əgər mən səhv elədimsə videoda, birdən risk yadımdan çıxdı. Siz kommentarlarda yazarsınız. Yəni, bəri başdan da göstərmişdim. Bu hələ ki belədir. Görək nə nəticə verir. Maraqlı gəldi. Görək, bərtlikləri nətərdir. Həm də biraz elastik fason olmalıdır. Elastiklikləri yerindədir. Diqqətinizə çatdırım, görürsünüz. Bunun da elastiki yerindədir. Görək nətər qızardı bu. Bu yandı. Görək bu nətərdir. Bunun prosta fikir verirsiniz, yanmaq rəngi xoşuma gəlmir bunun. Bu nədir? Bu da yandı. Özü interesli rəngdə yanır nədənsə. Siz də diqqətinizi yetirin. Bir dənə. Bunlar belə. Dəyərli izləyicilərim, çıxardan momentdə görürsünüz, bax bu kral oxalandı. Baxın, belə oldu içi. Yenə də bunları qoyuram. Baxın. Sevimli dad, kral, bu isə nədir adı? Sevimli dad, kral, halal zəhmət. Halal zəhmətdə yandı. Davam edirik. Hacı Turqay, roşka, bu isə sabın kalbasası. Görək bunlar özlərini necə aparacaq. Baxın, Hacı Turqay, görürsünüz necə tüstülüyür, tüstüsünə fikir verin. Su da verir çoxlu. Baxın, burada kameramanımız da göstərsin. Kalbasa belə su verməməlidir, belə tüstüləməməlidir. Bax, görürsünüz, bu birisi heç belə tüstüləmir. Görək. Sonra, bu nə idi? Bu da bizdə sabunçu idi. Bir dənə çevirək bunları. Sab belə oldu. Roşka da belə. Hacı Turqay da belə. Əslində belə yanmalı deyil, belə qaraltı olmamalıdır. İzlər qoymamalıdır, qızarmalıdır. Amma iz qoyurlar. İz qoyurlar, o da biraz şeydir. Bu nədir? Hamısı da elə bir paravozdur, quqluqluyur. Belə diqqət yetirək. İndi isə gözəl insanlar, bunu da götürürük. Bu bizdə Hacı Turqay. Bura qoyuruq roşkanı.
Bura isə sabunçu görün nətər yandı. Demək, nişastası həqiqətdən də çoxdur və nə bilim, ət tərkibində də azdır. Onun üçün nişasta, ət belə yanmır. Nişasta yanır çox vaxtı və əlavə başqa əlavələr. Bunu boşqabımızı qoyaq qırağa. İndi isə, dəyərli izləyicilərim, best beef, siz də yadınızda saxlayın, mən də yadımda saxlayım. Bu Hicaz, sonra bu Ovqat, bu isə İmsak. Görək, bunlarla nəticə verir. Baxaq indi. Baxın, Hicaz üstülüyür. Best beef. Heç bir reaksiyası yoxdur. Bu bizdə İmsak. İmsak nasıl bururlanır. Bu isə nə idi adı? Ovqat. Ovqat. Ovqatın əslində açıq desək, iyi də xoşuma gəlmir. Şəxsi subyektiv öz fikrimdə Ovqat yandı. Bu da yandı. Best beef belə qızardı. Demək, best beefdə ət söhbəti yerindədir. Burada belə oldu. Fikir verin. Yəni, bunların hamısının belə yanmaqlarında, belə olmaqlarında, nə bilim, sizə necə izah eləyim? Bunların hamısında təəssüflər olsun ki, ət miqdarı çoxsunda həmən statusa bu testimizdə göstərir ki, o qədər deyil. Və bunun da belə yanmağında best beefdə. Demək, bunda görürsünüz, toyuq əti üstünlük verir. Bu test həmi iki şeydə deyir də, bunu da qeyd eləyir. Bir də diqqətinizi yetirin, best beefdə görürsünüz, balaca suluqlar əmələ gəldi nədənsə. Bax, suluğun birini partlatdım. Bu nə deyir? Nişastası çox olmağı, nişasta suyu buraxmır tərkibindən, suyu saxlayır. Ona görə də bu belə olur. Best beef'i qoyuruq bura. Hicaz. Bu nə idi? Bir dənə oxuyum. Ovqat. Bu isə İmsak. Buna baxın. Baxın. Dombaldı. Bu da oxalandı. Gördünüz? Qırıldı. Belə olmamalıdır. Belə. İndi bu sevimli dadı indi pişiririk. 2 dəqiqə pişirəcəyik. Bu isə Ovqat. İndi isə bu bişmişləri çıxardırıq. Bu bizdə Ovqatın idi. Görək, Ovqat necə oldu. Bunu da tez çıxardım ki, heç kim deməsin, o çox qaldı, bu az qaldı. Bu isə sevimli dad. Bu sevimli dad, bu Ovqat. Gəlin görək, indi bunlar upruqu oldu, yoxsa fınçırıq. Ayda, bu kalbasanın içində ət miqdarı bu testi keçmədi. Elastik olmalıdır. Baxın, fınçırıq oldu. Baxın indi, baxın. Görürsünüz, vururam. Gördünüz? Bu sevimli daddır. Gördünüz necədir? Fikir verin. Bu testimizi sevimli dad keçdi. Buyurun dəyərli izləyicilərim, bu kraldır. Görürsünüz, belədir forması. Bıraxıram bunu da pişməyə. Bu üçbucaq fasondur. Bu halal zəhmətdir. 2 dəqiqə. İndi isə dəyərli izləyicilərim, bunları çıxardırıq. Bu üçbucağı. Bu isə kvadrat fason olanı. Demək, bu kraldır. Bəli, bu kraldır. Bu isə halal zəhmət. Gəlin indi bir dənə baxaq. Halal zəhmət paştet oldu. Yəni, alnası döylü. Krala halaldır. Fikir verin. Kral bu testimizi keçir. Baxın bir dənə gördünüz. Bu üçbucaq roşkadır. Bıraxırıq bunu da 2 dəqiqə pişməyə. Bu isə Hacı Turqaydır. İndi bunları çıxardaq, gözəl insanlar. Bu bizdə kvadrat fason olan. Bu isə roşka. Üçbucaq fason. İndi 1 dəqiqə. Bu Hacı Turqaydır. Hacı Turqaya halaldır. Yəni, konsistensiyası düzgündür. Baxın, görürsünüz. Maladiyeç Hacı Turqay. İndi roşka. Roşka da onu kimi. Baxın.
Görürsüz? Bu ikisi də keçdi buradan. Bunları götürək. Gözəl insanlar, baxın, bu best beefdir. Burası belə kəsik. Fərqlənsin deyən hellədik. Bu isə Hicazdır. İndi bunları çıxardaq, gözəl insanlar. Bu bizdə arxası kəsik olan best beef. Bu isə Hicaz. Baxın. Yoxlayağın indi. Bu best beef. Best beef də biraz bərk elədim. Keçdi. Best beef də elastikliyinə də baxın. Gördünüz? Elastikdir. Keçdi. Best beef lучшее мясо, ən gözəl ət deməkdir. Möhtəşəm ət. Bu isə Hicaz. Hicaz da keçdi. Görürsüz, vururam. Hicazın da elastikliyinə baxın. Gördünüz? Bax. Bərk elədim, qalın yeridir, amma keçdi. Halaldır. İndi isə bu imsak, üçbucaq. Bu isə sabın doktorskisidir. İndi isə çıxardırıq. Bu bizdə sab. Bu isə imsak. Bir dəqiqə baxaq, görək necə keçdi elastikliyin testini. Bir dənə. Elastikliyin testini keçir. Az-maz keçir. Orta 50-yə 50. Saba baxağın. Sab parçalı, sab fınçırıq oldu. Xoşuma gəlmir. Sab əlimdə hiss eləyirəm. Çox belə fikir verdiniz. Elastikliyi keçmədi. Bu sabdır. Bu isə imsak. İmsak eyni kateqoriyadadılar bu biçim. İmsak da bu da bunlar keçmədilər. Sabla imsak keçmədi. Dəyərli izləyicilərim, indi isə dad testi keçirdəcəm, yoxlayacağım. Yəni də ağız dadı fərqi var, amma hamı başa düşür ki, bir şeyin dadında nəsə qeyri-adi bir şey olanda bunu hər bir insan hiss edir. Hər bir insan. Ona görə indi bir-bir hərəsindən balaca bir kusoklarla kəsib dadına baxacağım. Birinci başlayağın sevimli daddan. Sevimli daddan balaca bir belə kusok götürürük. Dadına baxırıq. Az-maz süd dadı da verir. Dadı pis deyil. Normaldır, dadını keçir. Yəni kalbasa doktorski dadı var bunda. Nə demək istəyərdim? Yəni bunun tərkibində nişastası çox olmağına baxmayaraq dadı da yaxşıdır, elastikliyi də və bunda da fikir versiniz də belə qızarmağıdır. Biraz prosta yanmamalıydı. Yanmağı o nişastaya görədir, nişastanın çox olmağına görə. İndi keçəyin krala. Yəni kralın dadına baxaq. İyi, xoşuma gəlmir, elə bil. Nəysə. İçində ədviyyatları çoxdur. Adamın ağzında biraz məzəli dad da verir. Bu doktorski dadmır, qətiyyən dadmır. Üstünə adını doktorski qoysalar da doktorski dadı bunda hiss olunmur. Ona görə ki, bunda hiss olunan, belə deyim də, heyvanın baş əti deyirlər. Onu belə izah edeyim. Tuşonka dadı verir. Heyvanın baş hissəsini lülədə zadda pişirib bəzi şənlik evlərində cəmaata satanlar kimi bu da elə bir dad verir. Bu ona görə mənim üçün, mənim mətbəxtimdə olan bir kalbasa deyil. Sonra halal zəhmət, hansı ki elastikliyə də görürsünüz, hələ də farş kimidir. Paştet kimi. Görürsünüz, belə qırılır, eləyir, nə bilim. İndi bunun dadına baxaq. Görək bunun dadı nədir? Yəni də dadı verən ən çox vaxtı dadlaşdırıcılardır. Yenə də baxaq. Savın dadır. Rəsmi, səmimi də deyirəm. Valla, atacanı savın. Adamın ağzına savın kimi oca-buca gedir. Konkretni də dediyim kimi, bunda da o dad var idi. Bunda laf premoy heyvanın başı kəllə paçası dadır. Nə bilim. Yəni belə bu doktorski kalbasa deyil. Bu demək olar ki, ən aşağıda olan bir reytinglərdən biridir. Hacı Turqayın İftar B doktorskaya gedir bu da. Bir dəqiqə buna baxaq, bunun dadına. Əlimə də açığı dəyirəm. Bir dənə, bircə dəqiqədə jılkalara fikir verin. Bu gün çıxarda bilirəmmi? Baxın, belə jılkalar olmamalıdır. Çünki bu damarlar, mamarlar təmizlənməlidir.
bəlkə də texnoloqumuza deyərdiniz. Bunun dadına baxaq. Dadı neytraldır. Nə doktorskaya yaxın deyil, nə buna yaxın deyil. Bir dəqiqə. Dadı neytraldır. Yiyiləsidir, belə deyim. Amma yenə də seçim sizədir. Dadı neytraldır. Amma içindəki jılkalar təmizlənməlidir. Əlimizi sürtəndə biz şeylər var. Bir dənə qoy bunu. Bircə dəqiqə. Bax elə biri bu. Bax bu nədir? Nə jılkasıdır bu? Bu, skoriye всего, mən belə düşünürəm ki, toyuğunmu və hansısa heyvan mexanik abvalka olanda qalan qalıqlarıdır. Qılçaları, nə bilim, ayaqları, sümükləri. Sonra keçirəm roşkaya. Roşkanın dadına baxmaq istəyirəm. Bir dəqiqə. Dadına baxaq. Roşkanın dadında doktorski dadı var, amma texnoloqunuza məsləhət görərdim. Mənim subyektiv öz fikrimdir. Reklam, anti-reklam deyil. Dadı sevimli dada yaxındır, doktorskiyə yaxındır və başqa doktorskilərə də, yəni şərti reklam, anti-reklam deyil. Amma dadlaşdırıcının həcmi biraz çoxdur. Konsentrasiyası böyükdür. Yəni adama belə risk dad verir. O risk dad verməli deyil. Ona görə ki, körpə uşaqları daha çox buna asıllığa gətirir. Biz axı istəyirik, nəsə istehsal edirik, tərkibi də təmiz olsun, yiyiləsi olsun, insanlar yesinlər. O deməkdir ki, dadansınlar. Yəni dadandırmaq, asıllıq yaratmaq lazım deyil uşaqlıqdan. Sonra sabın dadına baxaq. Görək sab nə deyir. Bir dəqiqə. Sabın kalbasasında da baş-ayaq dadı verən var. Yenə də dadlaşdırıcı vurublar. Amma biraz necə deyim, o dadlaşdırıcıdan əlavə ətini bol eləsəniz, ətini непосредственно, bir daha deyirəm, bu mənim fikrimdir. Sizin texnoloqunuz nə eləsə də, nə eləməsə də, amma mən bir Azərbaycan vətəndaşı, Azərbaycanlı olaraq alıb, Azərbaycanda marketlərimizə satılanlardan alıb yediyindən söhbət edirəm sizlə. Sonra keçəyin, bu nə idi? Best beef. Lучшее мясо. Zəhmət olmasa diqqət yetirin və əlimə alıb baxıb görürəm. Bax, fikir verirsiniz. Bu qara nədir? Əlimə ilişir. Bir dəqiqə. Baxın, bu da nədirsə də best beef'in içindən çıxdı. Fikir verirsiniz. Özümdən çıxartmadım. Kameramarımız bunda fokus eləsin. Alındırsın. Bir dəqiqə. Bax. Gördünüz? Yəni, bu da bu kalbasanın içindən çıxan bir şeydir. Siz yazın, nə fikirləşsiniz, bu nə ola bilər? Yəni də dadına baxaq. Onun ki, testimiz dad testidir bu, indi bir dəqiqə. Kəsilişindən açığı hiss edirəm ki, bu belə biraz intereslidir, nəysə. Çox qurudur. Qurudur. Artıq danışmaq istəmirəm. Mənim həyat prinsiplərim izin vermir. Efirdə nəsə qeyri-etik söz deyim, nəysə. Bu belə getdi. Hicazın dadına baxaq. Görək hicazımız nə deyir? Bir dəqiqə. Bu hicaz. Hicazın dadı pis deyil. Doktorskidən uzaqdır. Yəni onu deyək. Bunun adını doktorski demək olmaz. Yaxşı dadır, pis dadmır. Amma bunda da dediyim kimi jılkalar var. Zəhmət olmasa buna diqqət yetirərdi istehsalçı. Amma yenə də ədviyyatları olmaq üçün biraz acılığı da var. Acılığı yəni elə bil istiotu, belə deyim. Ona görə doktorskidə əslində istiot olmur. Texnoloqunuz bilmirsə də mən belə kitab texnologiya təşkil eləyə bilərəm ki, adını doktorski qoyanda cəmaatın başını aldatmayaq. Kalbasanın adını ya özünüz fikirləşin, ya doktorskinin əsl reseptindən eləyin. Doktorskinin əsl reseptində donuz əti təqdim olunduğu halda donuz əti eləməyin, başqa ət.
camış əti, inək əti, qoyun əti, bunlardan istehsal. Amma yenə dadı yaxşıdır, pis deyil. İndi isə bu nə idi? Ovqatın doktorskisinə baxaq. Boyaları çox olubdur. Fikir verirsiniz, çox çereşkur rozovudur. Demək bunun E250-si tərkibində çox olub, nitrit natriya. Rozovu saxlamaq üçündür əti. Bunun dadına baxaq. Olar bunu yeməyim. Yəni, nət işlədim, o getdi. İstəmirəm. Neçəyə verirlər özdə bunun? Kilosu neçəyədir? Tık. Kilosu 11 manat. Yəni, dəyməz. 11 manadı buna verməkdənsə də ət alıb, qəşəng ət pişirmək olar. İsmaka keçək. İmsak. Bir dəqiqə. İmsakın da içində əlinizi sürtsəz belə hiss olunur da. Yəni, həmi yağlaşoyluq da öyle, elə bir vosksız. Aha. Dilim ağzımda topuq vurdu. Yox, biri bu dadsız ovqatı yeyəndən sonra. Vosksız. Nəysə, başa düşdünüz nə demək istəyirəm. Yəni, bunun dadına baxım. Kameramanımız məndən gülür. Bu da elə bir xoşuma gələn dadı olmadı. Yenə də ağız dadı, amma ağız dadını qırağa qoymaq şərtindən yeməyin, kalbasanın konsistensiyası, kalbasanın içində olan ədviyyatlar, kalbasanın yeyəndə sizə həzz vermək üçün nəsə bir, həzz vermək yox, əstağfurullah, sizi attarqat eləməyə çalışan hansısa bir maddə olmamalıdır. Ona görə, dəyərli izləyicilərim, inanıram ki, videomu bəyəndiniz, videomu izlədiniz. Bir daha təkrar edirəm, abunə olub, like verməyinizi unutmayın, bəyənin. Dediyim kimi videonun əvvəlində könüllü şəkildə hər kəs bizə, mənim kameramanımdır, bizim komanda yaradıram. Dəstək olsa gələcəkdə laborator testlərimizdə olacaqdır. Kart nömrəsini kommentariyada və videonun ətrafında yerləşdirəcəm. İndi isə diqqətimi nəyə gətirmək istəyirəm? Testlərimizi keçənlərdən danışaq. Tərkibə uyğun, tərkibinə görə əsl, vnimatilni qulaq asın, xahiş edirəm mən deyəndə, yəni sözümdən söz çıxmasın. Əsl doktorski kalbasanın tərkibi sevimli daddadır. Əsl doktorskidir. Nişastası biraz çox oldu, gördük, hamımızın gözümüzün qabağındadır. Amma elastikliyini də keçdik, qızarmasını da göstərdik. Nişastası çox olmağına görə belə biraz yandı. Amma əsl, tradisiyonlu doktorski kalbasa, Sovet hökumətindən hamı danışanlara da izah eləmək istəyirəm. O sevimli daddır. Sonra mən birinci yeri, yəni necə deyim sizə, bax, qalan şeylərində doktorski kalbasanın içində onu qeyd etmək istəyirəm. Toyuq əti olmamalıdır. Yəni bunlar doktorski kalbasalar deyillər. Tradisiyon reseptinə baxanda doktorski kalbasanın içində toyuq əti, toyuq döşü, toyuq, hələ bunların tərkibini mağazində gedib oxumuşam da, özüm baxmışam. Toyuq dərisindən suyunu hazırlanmış yağlar var. Roşkanın kapçonlusunda, bunu da burada heç bir gizlətmək yoxdur. Mən özümdən Afrika kəşf eləmirəm. Özü tərkibində yazır. Halaldır, onu dəstəkləyirəm yazmağını. Amma dəstəkləmirəm ki, bitki yağları, palma yağları, günə baxan yağları, nə bilim, başqa bir yağlar kalbasanın içində olmamalıdır. Nəysə, bunlar da dadın tərkibinə baxmayaraq, tərkibi əsl doktorski kalbasa olmayaraq, birinci yeri mən bu 3 kalbasanın içində bölmək istəyirəm. Necə deyim? Hicazın, roşkanın, bir də sevimli dadın. Qalanları isə təəssüflər olsun ki, ümidim saba çox idi, sab keçmədi elastikliyini. Sonra, yəni fikir verirsiniz, hansıydı? Bax, buradaydı. Bu da belə bir, baxın, yəni bunu eləyəcəm, bax, ürəyim dözməz. Gördünüz, plastilindir. Bu plastilini qoyduq qırağa, nəysə. Hamınızı öpürəm, bağrıma basıram. Prosto danışmaq istəyərdim daha çox, amma videom itək uzun alınıbdır. Ona görə bəyənin, like verin, dostunuza, tanışınıza, yaxınlarınıza, hamısına göndərin bu videonu, hamı baxsın. Daha çox abunə olun. 72% adam abunəsiz baxır. Abunə olun, irəli gedək. Maç, quç.